Axşamınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Xoş gördük hər birinizi Doğma kanalımızda. Gecənin bu saatında yenə də melodiya, instrumental musiqiçilərimizin yarışması. Bugün də yenə də çox maraqlı iştirakçılar. 2 saat ərzində əlbəttə ki, belə deyim də, hörmətli tamaşaçılarımızın SMS-lərinə ehtiyacı olan 2 ifaçı. İkisi də öz sənətlərində doğrudan da peşəkardırlar. Artıq öz izləyiciləri var, öz kütlələri var. Mən indi bilmirəm bugün necə olacaq vəziyyət. Hər halda bir tərəf Füzulidən gələn ansambl, Abbas müəllimi salamlayıram hər birinizi. Bu biri tərəfdə Bərdədən gələn ansambl. Hər birinizi xoş gördük, xoş gəlmişsiniz. Və hörmətli münsiflər heyətimizi salamlayıram, xoş gəliblər. Gecənin bu saatında bizim yarışmamıza deməli, əlbəttə ki, Respublikamızın xalq artisti Sadıq Zərbəliyev. Bir alqışlar gəlsin Sadıq müəllim üçün. Gözəl sənətkarımız. O cümlədən dəyərli klarnet ifaçısı Zahid Qubatlı. Zahid müəllim salamlayırıq. Və musiqi üzrə pedaqoq, həm belə deyim də, neçə musiqiçiləri, ifaçıları doğrudan da bu sənətə hazırlayan, onların əlinə sözün əsl mənasında çörək verən Akif Rəhimzadə. İnşallah bu yaxınlarda da bizim səhər efirimizdə də olacaqsınız. Deməli, bu günləri hörmətli tamaşaçılarımız Çingiz Rövşənoğlu, SMS kodu 3 olan Çingiz Rövşənoğlu. Çingiz salamlayıram səni, uğurlar. Və əlbəttə ki, Zeynal Elnuroğlu, SMS kodu 13 olan iştirakçımız yarışacaqlar burada. Orxan, SMS-lərə baxaq, həftə ərzində nə qədər SMS-lər gəlib, zəhmət olmasa məni məlumatlandır. Dərhal biz artıq ifalara keçək, əyləşən. Deməli belə, Çingiz Rövşənoğlu 29 səs, Zeynal, maşallah Zeynal, Zeynal, 50 səslə hələ ki sən irəlidəsən. İnşallah ki, yəqin sona qədər bu belə olacaq. Buyur, sənin ifanla başlayaq. Sənin ifanla başlayaq, görək başımıza nə iş gəlir. Hörmətli tamaşaçılarımız, SMS göndərmək istəyənlər, bilirəm, göndərmək istəyənlər də, göndərmək istəməyənlər də bu ifaçılarımıza belə deyim də, yaxşı mənada SMS-ləri ilə dəstək olmalıdırlar. Çünki SMS uğrunda yarışdır burada. Yəni, sizin bir SMS-iniz bu iştirakçılarımızın həyatını sözün əsl mənasına dəyişir. Buyur.
Maşallah. Maşallah olsun Zeynal Elnuroğlu. Bu arada hörmətli tamaşaçılarımız Zeynal Elnuroğluna dəstək olmaq istəyənlər, belə deyək, SMS-ləri necə göndərsinlər? 13 yazırsınız, bir səs üçün 82-70-ə, 10 səs üçün 92-70-ə, 20 səs üçün 95-70-ə SMS-lərinizi göndərin və növbəti iştirakçımıza söz verək ifası üçün. Mən də buradan gitara ifaçısı Saqirini də salamlayıram. O da xoş gəlib, səfa gətirib, dostlarımız buradadılar. Buyur, söz səndədir, Çingiz. İfa elə istəyirsən, sonra rahat danış. Danışma. Hər vaxtınız xeyir olsun. Mən də münsifləri salamlayıram, hər birinizi, dəyərli sənətkarlarımızı. Xalqımızı salamlayıram. Bütün Füzulilərdən, bütün Qarabağlılardan, bütün Azərbaycandan səs gözləyirəm. Və Samir müəllim, bugün mənim atamla anamın ad günüdür. İlk öncə onu istədim təbrik eləyəm. Təbrik eləyirəm, canlar sağ olsun. Yəni belə demək istəyirsən ki, məni qalib eləyin, bugün məni onlara hədiyyə eləyin də o qalibiyyətlə. Bəli, inşallah. Təşəkkür edirəm hər birinizə, hər kəsdən səs gözləyirəm. Buyur, İfa elə Ziyad necə əyləşibsə münsiflər heyətinin yanında mənim dəyərli dostum. Elə bildim sən də münsiflər heyətsən, Ziyad. Var olasan, inşallah görüşəcəyik səndən.
edirik. Çingiz. Çingiz, Füzuli balası. Maşallah, əhval-ruhiyyəmiz açıldı gecənin bu saatında. SMS nömrələri görürsünüz, hörmətli tamaşaçılarımız. Buyurun, SMS göndərin. Hər iki ifaçılımıza, instrumentalistimizə buyurun SMS-ləri göndərin. Və mən buradan salamlayıram. Vətən Sevgisi kitabının müəllifi, zəhmət olmasa Bahar təqdim elə bizim şair, qirayətçi Mənsur Qarabağlı. Mənsur, sən də xoş gəlmişsən, salamlayıram səni. Xatırlamıram, amma biz sənlə deyəsən toylarda, şənliklərdə görüşmüşük. Hörmətli münsiflər heyəti, buyurun. 3 dəqiqə vaxtları var. Tamam, onda Zeynal, buyur sən, mənim də çatdıracağım 3 dəqiqə. Hərəsinə 3 dəqiqə yoxsa ümumi 3 dəqiqə? Hərəsinə 3 dəqiqə, maşallah, buyur.
Zeynal, sənə təşəkkür edirik. Deməli, Çingiz Rövşənoğlu başlayana qədər mən buradan çox dəyərli, mənim dəyərli dostum, qardaşım Nicatı da salamlayıram. Ailə üzvləri ilə bizə baxırlar. Ümid Ləman balamıza Allah saxlasın. Dəstəkdilər iştirakçılarımıza. Mənim Nicat qardaşım mənə maddi mənəvi hər zaman dəstək olub. Öpürəm, bağrıma basıram Nicatı və onun gözəl balalarına. Buyur. Müsiblər heyəti, səslərinizi verin. Hər şey yaxşıdır, bir şey yaxşıdır. Aparat quranlar o qədər səs verib ki, mən 5 dəfə Amerikada olmuşam, 2 də Yaponiyada bu qədər səs olmayıb. Toyda da belə olmaz. İkisi də yaxşı musiqiçilərdir. Mən elə ikisinə də 50 verirəm, amma aparatura səsin biraz azalsa daha yaxşı olar. Aha, ifaçıların səsini daha yaxşı eşitmək. İfaçıların səsi elə olmaz. Tamam. İfaçıların səsi Allah rəhmət eləsin, Məmməd Bağır həmişə toylar böyük sənətkarda. Elə eləyirdi ki, Hakim mənim bizim qardaşımız müğənnidir, uzun müddət müəllim işləyib, Şuşada məktəb tutarıb, orada dərs verib. Yəni demək istəyirəm ki, həmişə ansambl müşahidə eləyər müğənnini sən.
Ha, buradan sən bunun səsi bunların ikisindən də çoxdur. Olmaz belə. İkisinə Mütləq dərdə verin. hörmətli musiqiçilərimiz və səs rejissorumuz Famili nəzərə al buna. 50. Zahid müəllim. Akif müəllim. Axşamınız xeyir olsun. Yenə də hər iki ansamblda oradan da belə yaxşı ifa elədilər. Onları da salamlayıram, əla. Bizim Zeynal balamızla mən başlamaq istəyirəm. Gerçəkdən məni təəccübləndirdi Zeynal. Maşallah olsun. Səhv eləmirəmsə Mirzə Babayevin reportajından ifa elədi birinci. Sonra da yenə də gecələr bəli. Bax, bu ikisi də çox belə möhtəşəm ifa elədi. Çox xoşuma gəldi. Zeynal, mən sənə uğurlar diləyirəm, sadə 50 bal verirəm. 50 xal. Bəli. Tamam, Akif müəllimdən gəldi. Çingiz Rövşənoğlu da çox gözəl ifa elədi. Aşıq havasına müraciət elədi. Bu məni də həqiqətən çox sevindirir. Biz milli belə deyək də musiqimizi unutmamalıyıq, milli kökümüzü unutmamalıyıq. Ona görə də məni keçən səfərdə, bu dəfə də o da təəccübləndirdi. Uğurlar diləyirəm. Təşəkkür edirəm. Hər kəfələ yaxşı oldu. 50 bal. Zahid müəllim buyurun. 50 xal verin. Axşamınız xeyir olsun. Birinci bir ansamblı ürəkdən alqışlayın. Ansambullar. Maşallah. Nizami qardaşımız orada. Qaldı ki, bizim Çingiz, maşallah olsun, Çingiz Füzuli torpağındandır. Hal-hazırda bizim Anaf Ağayevdə yazmışdı, izləyir bizim gözəl müğənnimiz. Sən elə bir torpaqdan çıxmısan, sən əlbəttə ki, gözəl ifasısan bizim Qarabağımızda, şükür Allaha ki, Qarabağımız, Azərbaycanımız bu oyunlarım qalibdir, topdur, birdir. Ona görə də sənə mən 50 bal verirəm, çox gözəl ifələdin, toymaqlara Hər ikisine 50 xal. Amma bizim, bax bu gənc var, yeni yetmə dəyəkdə Zeynal maşallah olsun, Odyalovdur. Onu Allah qorusun. İnşallah ki, bilirəm ki, onun gələcəyi çox gözəl olacaq. Əlbəttə, bunun hamısı Azərbaycan milli musiqisi üçündür. Gözəl də reportaj seçmişlər. Ki, mənim qeyd elədim, mən çox vaxtımız azdır demirəm. İnşallah qarşıda görəcəyik kendi ifalarını. Tamam. Əyləşin, hörmətli iştirakçılarımız. SMS-lərə baxaq, görək nə dəyişikliyi var. Deməli, Çingizə hal-hazırda nə qədər izləyicilər tərəfdən SMS gəlib? 29 səs. Dəyişilməyib. Zeynal da 50. Zeynal deyəsən bayaq da 50 idi elə. Tamam, onda biz belə eləyək. Reklamlara ayrılaq. Reklamların ardınca qaldığımız şəkildə davam eləyəcək. Əziz tamaşaçılarımız, siz də kanala heç bir yerə dəyişməyin. O qədər insanlar gəldir. Zeynal, səndən davam eləyəcək. Vüsal Bərdəli səni salamlayır. Zeynal, sənə dəstək olmaq üçün mənə zəng eləyib. Deyir, dəstəyi narahat olmasın, heç nədən qorxmasın. Mənim burada dəyərli dostum, xanəndəmiz Elgiz Əliyevin qardaşı, nağara ifaçısı Pərviz Əliyev iştirak eləyir. Pərvizi salamlayıram. Onu da xoş gördük. Pərviz, uğurlar sənə də əziz qardaşım. Ansamblımızda əyləşib. Sonra Ziyad, səni salamlayıram əziz qardaşım. İnşallah Nihat balan, Təxminə balan, Allah onları da xoşbəxt eləsin. Nihatın toyunda iyun ayında görüşürük də Füzulidə, Allah qoysa. Sonra Xalqın Ulduzu yarışmasından Qalib Məmmədov buradadır. Salamlayıram Qalib Məmmədovu da. Müğənnimiz Alim Vüqaroğlu, salamlayıram. Sizi də xoş gördük hər birinizi. Və Zeynal, buyur, mikrofon səndə. Kimlərdən səs istəyirsənsə, buyur əzizim. Mən ilk dəfə sizi salamlayıram. Təşəkkür edirəm əzizim. Müsiflərimizi salamlayıram və burada Alim əmidir, mənə dəstəkdir, Fuad əmidir, Salih əmidir, Qalib əmidir. Bunlar hamısı mənə dəstəkdir, Altay əmidir, hamısı mənə dəstəkdir. Özdə olduğum Gərənə kəndindən səs gözləyirəm. Hansı kənd? Gərənə kəndindən. Gərənə kənd. Bərdənindik, Gərənə kənd. Əliyevlərdən səs gözləyirəm. Əliyevlərdən, kameralarımıza denən. Mirbaba əmindən səs gözləyirəm, Elnur əmindən səs gözləyirəm, Mirzal əmindən səs gözləyirəm, Mehman əmindən səs gözləyirəm. Tamam, sonra da yeni davam eləyərik. Buyur Zeynal, səndən bir ifa təqdim eləyək. Sonra SMS-lərə baxacaq. Görək nə dəyişikliyi var.
Zeynal, maşallah, maşallah. SMS-lerimizdə dəyişikliklər var bu arada, hörmətli iştirakçılarımız. Bəli. Çingiz 274 səs. Zeynal hal-hazırda 210 səslə geridədir, bir balaca. Çox da faizi etibarı ilə geridə deyil, amma belə geridədir. Bu arada Çingiz, sözü veririk sənə və bizim müştərək dostumuz var, Füzulidən, Alxanlı kəndindən. Dostumuz Siyavuş da sənə dəstəkdir, iş adamı. Deyir, hər şey yaxşı olacaq. Belə yazıb, mənə bilmirəm. Mən də bir daha hər kəsdən dəstək gözləyirəm. Bütün Gədəbəylilərdən səs gözləyirəm. Mənə dəstəkdilər. Hər biri təşəkkür eləyirəm. Təşəkkür eləm. Və bizdə polis şöbəsindən bizə çox dəstəkdilər. Füzuli rayon polis şöbəsindən. Təşəkkür eləyirəm hər birinin, minnətdaram. Və bizim dəyərli sənətkarımız var, Mənsur Qarabağlı. Yazarımız var. İstəyirəm onu da dəvət eləyəm. O, səs istəyəcək. Yəni, vaxtından gedir sənin. Bir dənə kompozisiya qurmuşuq. Kompozisiya Şəhidlərimizə aid, qurmuşuq. Allah şəhidlərimizə rəhmət eləsin. Tamam, o zaman mikrofonu Bir balaca versinlər. şeir var, bəli. Mikrofonu da götür, Mənsur, zəhmət olmasa gəl. Buyur, əzizim, xoş gəlmişsən sən də. Buyur, Mənsur, kimlərdən dəstək istəyirsən, əzizim? Hər vaxtınız xeyir olsun, əziz və dəyərli qonaqlar, izləyicilər, hər birinizi salam edirik. İlk növbədə mən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə, veteranlarımıza şəfa diləyirəm. Allah ordumuzu qorusun və hər iki iştirakçıya uğurlar arzulayıram. Mən də Çingiz Rövşənoğluya dəstək oluram. Mən Qarabağımızın giriş qapısı olan Füzuli torpağından, Füzulilərdən səs istəyirəm Çingiz üçün. Və bizim də bir çıxışımız olacaq. Buyurun. Onu ver mənə, buyur. İşğaldan azad oldu yurdumuz. Doğma Füzulimə qayıdıram mən. Həsrətə son qoydu şanlı ordumuz, doğma Füzulimə qayıdıram mən. Vətən deyə kəsilib nəfəs. Bu qədər zülümlər artıq bizə bəs. Mənim sevincimə qoşulsun hər kəs, doğma Füzulimə qayıdıram mən. Mənsuram, gözümdə yoxdur daha nəm. Çəkildi gözlərdən o qüssə, o qəm. Mən artıq məcburi köçkün deyiləm. Doğma Füzulimə qayıdıram mən. Həsrətdən gör neçə ildir. Qurumurdu gözümdə yaş. Füzulidə, Cəbraildə qalmayıbdı daş üstə daş. Neçə igid oğlan uğrunda verdi canı. Düşmənləri məhv edərək azad etdi Zəngilanı. Kəlbəzərin üstü suyu bir aləmdir, özəldir. Laçınımın o dağları möhtəşəmdir, gözəldir. Qubadlı da artıq bizdə. Təbrik edirəm hər kəsi, Şuşamızda, Xankəndində eşidilsin azan səsi. Ağdam, Ağdərə, Xocavənd, Xocal da bil ki candır. Bütün dünya eşitsin ki Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Yaşasın Azərbaycanımız.
ol Çingiz. Çox maraqlı kompozisiya idi. Mənsur sənə də təşəkkür edirəm. Var olasınız. Çox bəyəndim doğrudan da. Gözəl. Necə şeir dedinsə, Salih Valiyoğlu'nun da ilham pərləri gəldi, dayandı gözünün qabağısına. İstəyirdi ki, getdindi. Və müsiblər heyətimiz, buyurun sizdən səs istəyək. Fikirləriniz maraqlıdır. Sadıq müəllim, bu mənə verdiyiniz diskdə Məhəmməd balamıza Allah saxlasın. Baxdım, o qədər bəyənmişəm, o qədər. Maşallah, nəvələriniz sizin davamçılarınızdır. O birisi Sadıq nəvəvizdə, Məhəmməd nəvənizdə. Həqiqətən əhsən. Babalarının yolun gedirlər. Buyur. Çox sağ ol Samir. Deməli, Ruslanın oğlu Məhəmməd indi ali məktəbdədir. Gözəl gitara ifa elədi. Gözəl qoşunalara çalırdı. Atası da rəhmətli Məmməd Bağına uzun müddət getdi. Sonra ali məktəb qutarandan sonra hərbiyə getdi. İndi kömürdə işlədim bir neçə il. Ondan sonra Balada Sadıq mənim adımı daşıyan. Onda Məhəmməd qoşunağaranı bağışlayıb əmsi oğluna Sadığa. İkisi də indi bilirəm ki, televizyon qabağında baxırlar. Maşallah. Mən istəyərəm Sadıq olsunlar. Mənim Zahid dostum da deyir ki, yox, Sadıq olanmaz. Deyirəm, Allahın için bilmək olmaz. Bir də görsəm, oldu. Olacaq inşallah, Sadıq. Olacaq, Allah sağ sağ eləsin. Mən fürsətdən istifadə edeyim bir gündə. Bizim Akif dostumuzun, əzizimizin oğlu, bax buradadır. 15 yaşı tamam olur. Gün o gün olsun. Mənim nəvəm kimi o da ali məktəbə girsin. Amin inşallah. Elçin, səni təbrik edirik. Səni təbrik edirik. Öpürük səni. Amin, amin, amin. Sadıq müəllim, nə qədər səs verirsiniz bu ifaçılara? Necə idi ümumiyyətən çıxışları? Valla məndə nə 49 var, nə 30. Elə maşallah göz qabağındadır. Füzuli deyəndə Dədə Süleyman Allah rəhmət eylesin. Hamımızın əziz olub, mənim dostum olub. Manaf Zahidin də mənim də dostumdur. Füzuli bizim ürəyimizdir. Allah prezidentimizi, xalqımıza, Türk dünyasına çox görməsin. Qalib Azərbaycan. Bu cavan oğuldan maşallah. Onun gələcəyi 100 dənə rəmşi keçəcək. Mən o bilirəm. Hə Zahid? Öyle olacaq. İkisinə də 50. Hər ikisinə 50 səs. Tamam. Akif müəllim, buyurun. Mən ilk öncə Sadıq müəllim sizə təşəkkürümü bildirirəm. Eşidirsiniz Sadıq müəllim məni? İlk öncə sizə təşəkkürümü bildirirəm. Elçini yəni təbrik etdiyiniz üçün. Var olun, sağ olun. Allah razı olsun. Bəyəxlarım Məhəmməd haqqında danışdınız. Əlbəttə sizin yerinizi inşallah tutar. Siz böyük sənətkarsınız. Var olun. Mən Zeynala gəlincə, Zeynal'ın mən indi bildim, o atası da musiqiçidir. Səhv eləmirəmsə düz deyirəm Zeynal. Atan da musiqiçidir. Bəli, Zeynal. Atası da musiqiçidir Zeynal'ın. Bəli. Zeynal həqiqətən də mən bu günlərim çox duyğulandırdı, təəccübləndirdi. Çox sevindim ki, yəni bu yaşda, yaşına görə həqiqətən də çox böyük işlər görür. Əvvəl Şurusda Akif müəllim, bu genetikdir də hər halda. Bəli, bəli, elə onu demək istəyirəm. Gene istəyirəm. sözün deyil. Bəli, bəli, bəli. Sonra da bizim bir özəl Türkiyənin müğənni imparatoru deyirlər də, İbrahim Tatlıses'dən gözəl bir mahnı oxudu. Həm bizimkindən, həm də türk. Yəni ikisindən gözəl ifa elədin. Mən sənə 50 bal verirəm. Bəyəxlarım Sadıq müəllimə rəqsi ki, belə tutmuşdu, dedim ya, belə oldu. 50 bal. Həm birinciyə, həm ikinciyə siz gələcəyiz var. Sağ olun. Qaldı mənim Çingiz dostuma. Çingiz həqiqətən də elə keçən yarışmada da çox fəal iştirak elədi, yaxşı iştirak elədi. İndi tarı çox məni sevindirdi. Çox, inanın ki, onu da çox gözəl ifa eləyir. Eyni zamanda Xudayar təslifində yaxşı ifa elədi. Çingiz, sənə də 50 bal verirəm. Var ol, sağ ol. Gözəl. Təşəkkürlər və Zahid Qubatlı. İlk öncə mən də qardaşım oğlu Elçini ürəkdən təbrik edirəm. Ona uzun ömür can sağlığı arz edirəm. İnşallah ki, yaxın vaxtlarda bizi sevindirər, ali məktəbə qəbul olar inşallah. Qaldı bizim iştirakçılarımız. Çingiz Mənsur qardaşımızla onu da salamlayıram. Bir daha çox gözəl bir kombasiya elədilər. Əlbəttə bu bizim Qarabağa qayıdış bir şeir idi. Hamımızı duyğulandırdı, amma sevinç duyğular oldu. Bunlar sevinçdən yəni bizim gözlərimiz yaşardı. Eyni zamanda bizim milli alətimiz oldu. Tarıda çox gözəl ifa elədi. Çox yüksək səviyyədə və bir daha artığını da deyim ki, Xudayar təsnifi də məni çox duyğulandırdı. Əlbəttə bu çox
gözəl bir ifa oldu. Ona görə də mən Çingiz sənə 50 hal səs. verirəm, səs verirəm. İnşallah ben bunları ayırmıram nəyə görə deyim. Hər ikisi bax bu yeni yetmədir. Zeynal, Çingiz isə gəncdir. Maşallah, maşallah. Mən onlara baxıram, bizim öz uşaqlığımız yadıma düşür ki, mən artıq 8 yaşım olanda mənim ustadım Akif qardaşım olubdu, atam olubdu. Onda 8 yaşında mən bütün muğamları bilirdim. Hə, indi maşallah baxıram ki, deməli var, belə istedadlar var. İstedad ya olur ya olmur da, yəni bu belədir. Bəli. Maşallah olsun, hər ikisi çox istedadlıdır. Çingizə mən dedim 50 hal verdim. Təşəkkür edirəm. Qaldı Zeynal maşallah olsun. Zeynalı mənə çox zəhlər gəlir, çox dəstəkləyirlər. Bax, onun Vüsal Bərdəli var, oxuyan, o da yəni dəstəkləyir, baxırlar, bütün dostlarına baxırlar, dəstək verirlər. Dəstəkdə deyirəm, amma SMS-lərlə dəyişiklik olmuyor. SMS-də olsun da, yəni bu dəstək. Bizim burada Qalib, mən çox istəyirəm, həqiqətən çox gözəl bir bizim ifaçımızdır. Kimi? Qalib qardaşımız. Bəli, Qalib gözəl səsi Bərdəli. olan ifaçımızdır. Hə, Salih də buradadır. Salih də ki, maşallah olsun da. Salih də bizim hamımızın əzizimiz, dostumuzdur. Hə, Zeynal, maşallah olsun sənə. Yenə də deyirəm, o qədər yaşından böyük ifa edirsən ki, mənə yəni çox bu xoşdur. Sənə də 50 hal verirəm. İnşallah ki, belə də davam edeyim. İnşallah. Ben Yaxınlarda de Qalib fürsattan qardaşımızla istifadə edib bir dənə deyim ki, Sadıq bir gün eşitdi ki, mən ona axşam televiziyada deyəcəm. Deyir, baba, qoşunağına düşməyib əlindən yerə. Gecə gündüz qoşunağına ifa edəcəm. Maşallah, uğurlar. Deməli, əyləşin biz əlbəttə ki, reklamlara ayrılırıq. Reklamlarımızın vaxtı zamanıdır. Reklamlardan sonra qaldığımız yerdən davam edəcək. Siz kanalı dəyişməyin. Davam edirik əziz tamaşaçılarımız. Əlbəttə ki, canlı efirimiz davam edir. SMS-lərə baxa bilərik. Aha, 274 səs Çingiz. Zeynal hələ ki qalmışsan 210-da. Biz necə eləyək indi? Zeynala səs veririk. Zeynal'la davam edir, amma Zeynala dəstək olanlar var. Onları dəvət eləyim. Deməli, Qalib Məmmədov, zəhmət olmazsa gəl və Alim Büqaroğlu, ifaçı dostlarımız sənə dəstək olmaq üçün buradadılar. Və Salih Valihoğlu, mənim həmkarım, xoş gördük. Gəl ay Salih, Bərdə torpağında. İmkan vermir, biz Bərdəyə toya gedək. Xəbəriniz var da, Sadıq müəllim. Yollarımı bağlayıb, neyniyib, tilsimə salıb məni. Hə, buyur. Çox sağ olun Samir müəllim. Mən ilk öncə bütün Dünya TV işçilərini, onların o, necə deyim, başçısını salamlayıram. Təşəkkür edirəm. Bu gözəl layihəni hazırlayanları İsa müəllimə salamlayıram. xüsusi, bəli, layihə İsa müəllim, rəhbərimiz. bəli, xüsusilə İsa müəllimi salamlayıram. Bizi izləyən bütün tamaşaçıları salamlayıram. Burada hər iki tərəfdə bizim musiqiçilər var. Musiqiçilər var, çox dəyərli musiqiçilər var. Hər ikisi Qarabağlıdır. Bəli. Bizim yerlilərimizdir. Bərdə, Füzuli. Biri Füzuli, biri Bərdə. Allah sizləri var eləsin. Və çox dəyərli bizim müsiflər heyəti var. Bizim Azərbaycanımızın kalifiyə sənətkarı, xalq artistimiz Sadıq müəllim burada əyləşib. Bəli, Bahar xanım, Sadıq müəllim. Allah can sağlığı versin. Zahid müəllimi salamlayıram. Akif müəllim. Akif müəllim, sizləri salamlayıram. Pedagogumuz. Allah sizləri var eləsin. Bəli. Hər şey göz qabağındadır burada. Mən Kimə dəstəksən? Göz qabağında deyənin, aranı qızışdırma. Göz qabağında deyirsən, yəni əlbəttə ki, mən mənə dəstək. Zeynala. Zeynala dəstək olmaq. Belə deyirəndə fikri konkret. Amma bir şey düşünək ki, maşallah hər ikisi istedadlıdır. Maşallah. Çingiz balamız da, Zeynal balamız da, Çingiz. Hər ikinizə uğurlar arzulayıram. Amma dedi, xalqımız, millətimiz, Azərbaycan xalqı, Bərdəlilərimiz, Qarabağlarımız da indi seçiminizi eləyin də. Hələ ki Zeynal arxadadır, biraz səs etibari ilə. Zeynal üçün mən dəstəyə gəlmişəm. Məni sevənlər... Nə qədər SMS göndərmişsən, ondan danış. Onu biz özümüz birlikdə qardaşım. Göndərmişsən də səsini. Göndərmişik, bəli. Rəmiş sənəti... Allah rəhmət eləsin. Bu gitara sənətinin bir kalifiyə sənətkarı olub. Rəmiş müəllimi sevənlər. Rafiq Mustafayev, onu sevənlər.
Elman Namazoğlu, onu sevənlər və məni sevənlər Zeynala dəstək olun. Teşekkür edirik, var olasın. Çox sağ olun. Buyur. Axşamınız xeyir olsun. İlk olaraq mən üstadlarımızı salamlayıram. Azərbaycanın döyünən ürəkləri, kalifiyə sənətkarları. Allah hər birinizi qorusun. Çünki sənə də, kollektivinə də uğurlar arzu edirəm, qardaş. Azərbaycan musiqisinə, Azərbaycan musiqi mədəniyyətinə dəyər verən bütün xalqımızdan əsl sənətkara səs verməyi xahiş edirik. Və təbii ki, Zeynal, biz bugün dəstək üçün buradayıq. Zeynal, sənə uğurlar arzu. İnşallah ki, Çingiz inciməsin. Qalib olar da. İndi deyirik də, yəni biz onu deməliyik, çünki biz Zeynalın bugün dəstəyi üçün buradayıq. Gəlin süfrədən əksik etməyək. Şəkərin oğlu inşallah qalib olar. Zeynal Elnuroğlu. İnşallah. İndi yazdım onu. Yox, elə var idi İki daşla, sən də bu canlı YouTube-de. Axşamınız xeyir olsun. Nə mövzuda deysən, Salam müəllim, ilk öncə sizləri salamlayıram. teşekkür edirik. Sən də xoş gəldin. Dəyərli izləyicilərimizi salamlayıram. O cümlədən bu layihənin rəhbəri, çox hörmətli İsa müəllim, mən sizləri salamlayıram. Allah sizləri var eləsin. Dəyərli münsiflərimiz, hər birinizi salamlayırıq. Allah sizlərə uzun ömür, can sağlığı versin. Hər iki iştirakçıya mən uğurlar arzu edirəm. Əlbəttə ki, burada çox sözlər deyildi. Mən də bütün Bərdəlilərdən, bütün Qarabağlılardan, bizi istəyən dostlardan, qardaşlardan mən hər birinizdən xahiş edirəm, Zeynal Elnuroğluna dəstək olaq. Çünki Zeynal bizim gələcəyimizdir, Zeynal bizim fəxrimizdir. Allah var eləsin, həmişə hər zaman qardaş oğlu, uğurların bol olsun. İnşallah ki, ürəyin istəyən nailiyyətlərə satarsan. Xahiş edirəm, Zeynala dəstək olaq. Çox sağ olun, Teşekkür minnətdaram. edirik, teşekkür edirik. Əyləşin. Həqiqətən də mən bunu bugün kəşf elədim. Salih Valiyeğlu, İsa müəllim. Əməllicə bu gərək verir, Salih kitabxanalardır bunun adı. Hər şey bilir. Aha. Samir müəllim. 4 dəqiqə, Zahid müəllim nəsə fikir bildirir orada. Hə, bizə dostlarımız baxır, Elsəvər bizim baxır verilişdən. Kim baxır? Elsəvər Bərdəli Nağraçalan Elsəvər baxır. Elsəvər. Bəli, və eyni zamanda Namik müəllim, Neymət müəllim, Bayram müəllim hamısı bu kişiyə yəni Baxsınlar amma bu uşağa dəstək olsunlar, əziz tamaşaçılar. Dəstək olun. SMS-lərə baxaq, ürəyi döyünür. Biraz SMS-də arxaya qalıb deyir. Nə qədərdir? 527 Çingiz. Zeynal 361 səslə. İsa müəllim, layihə rəhbərimiz necə deyirik? Zeynalla davam edirik. Görürsən, İsa müəllim belədir də. Əslində Çingizlə davam eləməliyik yenə də. Amma Zeynal, buyur.
Çingizlə davam edirik. Hörmətli tamaşaçılarımız, bu arada TikTok'dan da canlı yayım açdım. Samir Bayramlı TV səhifəsinə daxil olun. Çingiz, buyur əzizim. Təkrar hər kəsdən səs gözləyirəm. İnşallah Füzuli sakinləri bizi yarı yolda qoymaz inşallah. Mən bir dənə Abbas müəllimə verim mikrofonu, bizim ansamblı təqdim eləsin. Abbas müəllim də gözəl ifaçıdır, dostumuzdur. Mən də Yusufləri salamlayıram, Samir müəllim salamlayıram, İsa müəllimi salamlayıram. İsa müəllim, Abbas qocalmır, nə yeyir, nə içir, nə ilə bəslənir, Füzulidə bu nə cür qulluq gedirsə buna. Bu qocalmır ki, qocalmır. Mən musiqiçi dostlarımızı təqdim eləmək istəyirəm. Gözəl qarmoni ifaçısı Asiman müəllim, Füzulinin gözəl musiqiçilərindən Nail müəllim, gözəl müşahidçimiz, Nicat müəllim və Nizami müəllim. Bizə Azərbaycanın hər yerinə dəstək olurlar. Naxçıvandan da dəstəkdilər. Bir də Qazaxdan bizim Alparslan müəllim var. O bizə güclü dəstəkdir. Bütün musiqiçilərdən dəstək gözləyirəm. Füzuli, Beyləqan. Bütün Azərbaycandan dəstək gözləyirəm. Allah hamımızı var eləsin. Təşəkkür edirəm Abbas. Bizim bir gözəl sənətkarımız Manaf müəllim də bizə dəstəkdir. Manaf Ağayev, bəli, bir yerdəydik. Bütün Füzuli müğənnilərindən, Həmzə müəllim başda olmaqla bütün hamısından dəstək gözləyirəm. Təşəkkür edirəm Abbas. Çingiz, sən keçən proqramda da qalib, keçən həftələrdə qalib oldun. Bir dəfə çıxışın olub da sənə, birində də qalib olmuşsan. Bir dəfə qalib olmuşsansa vəziyyət çətindir. Görək indi nə olacaq? Buyur.
efirimizdə reklamlar da əziz tamaşaçılarımız. Reklamlardan sonra davam eləyəcəyik. Nələr olacaq, nələr izləyək. Reklamlarımız bitdi. Reklamlarımız bitdisə mən neyniyirəm? Ən həlledici. Ürəklər döyünür bu dəqiqə. Ürəklər bu dəqiqə döyünür. Ya Allah, hey. Ya Filfilo, Sadıq müəllim. Görək növbəti həftə burada kim yarışacaq? Ya Filfilo. Yaxından çəkək. Məhəmməd Əli Kəmalov. Alqışlar gəlsin. Məhəmməd Əli gəl. Məhəmməd Əli mənə keçən dəfədən söz verib. Səni aparacam xilə qutabı yeməyə. Hələ də yalandan havada qalıb sözümüz. Sonra Məhəmməd Əli kimlə yarışacaq? Vay, Məhəmməd Əli. Kim gəlir? Çingiz Yardımlı balası. Yardımlı. Elə bilim imişlidən sən. Buyur. Buyur. Dünya TV rəhbərliyini, iştirakçılara uğurlar arzulayıram. Yenə də deyirəm, xeyirlisi. Xeyirlisi. Sən də keçən həftə qalib olmuşdun da. Xeyirlisi. Bu da yaman. Fısıq ilanda səsini çıxartmır. Birdən işin görür. Çingiz ehtiyatlı ola. Mən də salamlayıram bu dəyərli müsiflər heyətim. Bizim gözəl sənətkarımız, xalq artisti Sadıq Zərbəliyevi salamlayıram. Zahid müəllimi salamlayıram. Akif müəllimi salamlayıram. Və Samir müəllim sizi, İsa müəllimi. Buradan yardımlılara səs edirəm ki, inşallah Allah bizlərə can salıb etsə. Yardımlar da bilirəm ki, mənim yanında dayaq kimi durub. Buradan mənim qardaşım, mənə həmişə yanımda olan Samir qardaşımı, prezident təqaüdçüsü Samir qardaşımı salamlayıram, əməkdar məşqçisi. Və bütün yardımlılara səslənirəm ki, məni darda qoymasınlar inşallah. Darda qoymasınlar inşallah gələcək. Məhəmməd Əli Gür nə deyir? Azərbaycanın bütün bölgələri bizimdir. Sadəcə olaraq Bakını təmsil elədiyimə görə xüsusilə Bakının Xilə kəndi və Bülbülə kəndi asobu baxırlar, indi salamlarımı çatdırıram. Bütün Bakı kəndlərindən səs istəyirsən. Tamam, ver. Mən də bir kəlbə deyim, mən də bütün Azərbaycan ayırmıram. Hamısı bizimdir, Azərbaycan da bizimdir. Hamısını öpürəm, bağırmaq. Bəli, hamısını. Allah hamısını qorusun, Allah hamısına can sağlığı. Təşəkkür edirəm, Ay Çingiz, var olun. İsa müəllim, sonuncu dəfə SMS-lərə baxaq, yoxsa müsiflər heyətinin fikrini alaq, ifaçılarımıza hansı xallar verirsiniz? Ümumiyyətcə, necə idi bunların ifaları? Sadıq müəllim. Açığı deyim ki, ikisi də xoşa gələndir, ikisi də gözəl sənətlidir. Bunun hamısını Zahid müəllim də, Akif də, ziyalı yoldaş da Akif neçə illər müəllim işləyib. Mən elə ikisinə də 50 verirəm, bir dənə də fürsətdən istifadə edirəm. Hər dəfə mən ekranın adını çəkirəm, gündüzün adını çəkirəm, Yevlaqlı gündüz, Kürdəmirli gündüz. Alimin mən bugün deməliyəm ki, alim də mənim tələbəmdir. Ümumiyyətlə, bütün qoşun ağara salanlar hamısı mənim tələbəmdir. Tələbəm biri də oturub orada. Nizami, çox gözəl insandır. Alimi də mən həmişə də deməliyəm, Allah can sağlığı versin. Sən də gözəl apardısan. Bax, Zahid, mən, Hakim müəllim gəlmişik, həmişə də gələcək. Allah canı sağ eləsin. İsa müəllim. Bəli, İsa müəllim bizim dostumuzdur. Çox gözəl, çox gözəl. İkisinə də 50 verirəm, 49 verməyə ixtiyarım yoxdur. Sağ olun. Tamam, əziz tamaşaçılar, SMS-ləri birazdan götürəcəyik ekrandan. Ona görə nə SMS göndərirsiniz, tez SMS göndərin. Akif müəllim, buyur. Mən yenə də yəni bu hər iki musiqiçini doğrudan çox bəyənirəm. Elə bunlar yüksək səviyyədə iştirak elədilər bu günlərimdə. Çingizin bəyəklərim ifa elədiyi, Türk bansı ifa elədiyi, çox yaxşı ifa elədi. Çox xoşuma gəldi Çingiz. Sağ ol, qəşəng. Bu mahnını yeri gəlmişim, mən də oxumuşam ama. Yəni, gözəldir yəni. Sənə mən 50 bal verirəm. Təşəkkürlər Akif müəllim, çox sağ olun. Zeynal da yenə də, onun birinci parça vardı. O parça
Düzdür, bilmədim nə musiqisi, amma çox yüksək səviyyədə o musiqini mən dinləmişəm də, o parçanı mən dinləmişəm də, oradan da yüksək səviyyədə onu ifa elədi. İkincində yenə də həmçinin çox xoşuma gəldi. Var ol, sağ ol, sənə də 50 bal verirəm. Və gəldi Zahid Qubatlı, klarnet ifaçısı. Mənim ancaq yəni gözüm bu səslərdədir, monitordadır ki, bu cür ifa eləyirlər, maşallah gözəl, amma səslər artmır burada. Yəni bu SMS yarışmasıdır da, yəni bunu belə fikirləşək. İsa müəllim bu cür yəni bir layihə qurubdur, ərsəyə gətiribdir. Valla halal olsun İsa müəllim sizə ki, bu cür gənclərə dəstək olsunuz. Ancaq bu SMS-lərdə irəliləyiş yoxdur. Çingiz, sən yəni bizim Azad Qarabağımızın əhalisinə səs istəmirsən də. Zahid müəllim, kim zəng eləyib studiyamıza? Bir telefon zəngi də var. Doğrudan sevimli müğənnimiz Manaf Ağayev. Manaf müəllim, axşamınız xeyir olsun. Abatınız xeyir. Necəsiz, nə var, nə yox? Çox sağ olun. Təbrik edirəm yeni layihənizi, uğurlar arzu edirəm. Təşəkkür edirik, çox var olun. Orada mənim həm yerlərim var, inşallah mən də vaxt olanda gələcəm gəlməyinə. Elə dedim, sizi təbrik edeyim. Çox sağ ol. Dəstək olursan Çingizə, Manaf müəllim? Əlbəttə, mənim bəs həm yerlərim demirəm, mənim yerlərimdir. Əlbəttə. Təşəkkür edir. Növbəti efirlərimizdə gözləyirik sizi, gəlin. İnşallah, əziz qardaş. Təşəkkür edirəm, öpürəm, bağrıma basıram. Var olun. Sağ ol. Hə, Zahid müəllim, buyurun. İndi Çingizə mən yenə də deyirəm ki, maşallah olsun, ifasına görə səs zəif gəlir. 50 xal verirəm Çingizə. Qaldı Zeynal, yenə də deyirəm, Zeynal maşallah olsun. Cavan uşaqdır da, belə deyim ki, onun nə yaşı var ki, uşaqdır, amma maşallah olsun, gör. Nə boyda onun ürəyi var, nə boyda istedadı var. Belə istedadlar mən görəndə o qədər sevinirəm ki, bir sənətkarın yetişməsi üçün bir sənətkardan söhbət gedir. İndi bunlar cavandır, maşallah olsun, gələcək yaxşı olacaq. Bir 50 il vaxt lazım olur, 100 il vaxt lazım olur. Sadıq müəllim üçün bir dahini yetişdirmək, məsələn, öz sənətinin dahisidir. Əsrlərlə belə sənətkara gedir. Allah rəhmət eləsin Avtandil müəllimə. Sadıq müəllimə heç vaxt olmayacaq. Müəllimə. Nə qədər səs verirsən Zahid müəllim? Xal, əlbəttə, mənim keşət çox olsa çox, 50. Tamam. Bu arada Manaf Ağayevə də bir alqışlar getsin, bizim gözəl sənətkarımız, dostumuz. Zəngfurda efirimizə dəstək oldu Çingizə bu arada. Əyləşin, hörmətli iştirakçılarımız. SMS-ləri götürük və sonuncu dəfə deyirəm SMS-ləri. Dinən, Orxan, zəhmət olmasa. 778 səs Çingiz. 707 səs Zeynal. 778 Çingizdir, Füzulilər, burada yəni Füzuliləri təmsil edir. Zeynal da 707 səslə Bərdəmizi təmsil edir, öz ansamblı ilə buradadır. Sabir müəllim, və biz SMS-ləri ekrandan yığışdıraq, xahiş edirəm, ekrandan yığışdıraq. Amma SMS göndərməkdə davam eləyin, hörmətli tamaşaçılarımız. Hələ SMS-lərə stop deməmişik. Çünki sizin bir SMS-iniz burada iştirakçımızın birinin talihini həll eləyir. Tamam. Mənim bir adımdan çıxmamış onu da deyim. Bərdə adı çəkiləndə həmişə, Allah rəhmət eləsin, Vidadi Bərdəli həmişə yadırır. Vidadi müəllim Bərdəli rəhmətli. Allah rəhmət eləsin. Bərdə adı çəkiləndə mənim orada dostum Rafiq Bərdəli gitar ifasısı, onu mən salamlayıram. O da ustad sənətkardır deyim ki, yəni mən onu özümə borc biləm ki, həmişə onu mən qeyd eləyəm. İnşallah ki, davamçılar da maşallah olsun, var burada. Saqi qardaşımızdır, Zeynaldır, şükür Allah'a. Təşəkkür edirəm. Saqi, sən də xoş gördük. Buyur, mikrofonu götür. Oradan, Zahid müəllim, mikrofonu verin, oradadır mikrofon. Aycan, danış. Axşamınız xeyir olsun. Saqinin bir qəşəng çəkini, Bərdəli balasın. Axşamınız xeyir olsun. Mən də sizi salamlayıram. İsa müəllim sizi salamlayıram. Bizim çox dəyərli müsiblərimizi salamlayıram. Hər iki iştirakçıya uğurlar arzulayıram. İnşallah kimə layiqdirsə o da qalib olar. Mən keçən dəfə müəyyən səbəblər görə yadımdan çıxdı, biraz efir həyəcanı, adını çəkmədim. 2 nəfər mənə keçən dəfə həm də dostlarımızdır, hal-hazırda bizi izləyirlər. Daşqın Şakiroğlu bizim dəyərli aparıcımızdır. Onun evladı Xan balamızdır. Salamlayıram buradan. Bizdə mənim bir əsgər yoldaşım var, Hacıyev Bəhrəm.
Aha, o da balası dəstək. Kənanın ad günüdür. Onu da təbrik edirəm. Hər iki iştirakçıya da uğurlar arzulayıram. Bu qədər. Teşekkür. Sadece senin videoyu gördüm TikTok platformasında. O ağ maşını, o senin maşınındı. Bəli. Niye değişmemişsin maşını? Azalıb. Azalıb. Sadiq deyir ki, qalib özüməm. Belə deyir. Hələ Əlbəttə maşın dəyişmir. Hələ SMS-lərə yatızdırır pulun. İnşallah. Teşekkür layihə ederim. kimi inşallah Sen olur. her şeyin gözəlinə layiqsən. Çox Çünki sağ olun, gözəl var olun. sənətkarsan, Çox sağ gözəl olun. ifaçısan. Səni mən şəxsən özüm də dinləyirəm və çox bəyənirəm Çox sağ sənin olun, var ifalarını. olun. Çox sağ olun. Həqiqətən iştirakçısan deyə demirəm. Mən burada neytral qalmalıyım, amma səni bir ifaçı kimi çox bəyənirəm. İfaların möhtəşəmdir, maşallah. Və Füzuli Dövlət Dram Teatrından Ziyad qardaşımız da buradadır. İyunda toydu deyə Samir müəllim aparmalıdır toya. Hə, inşallah. İyunun onsuz da 6-sı Füzulidəyəm, elə Allahdan bununki də 7-sidir. Salam, elə oradayım da, oradan da keçəcəm ora. Təşəkkür edirəm söz verdiyinizə görə. Mən sizi salamlayıram, sizin rəhbərliyi salamlayıram, Dünya TV rəhbərliyin. İsa müəllimə təşəkkür edirəm. Allah sizləri var eləsin ki... Vaqif müəllim necədir? Füzuli Teatrının direktoru. Allah dünyadan köçənlərə rəhmət eləsin. Vaqif müəllim dünyasını dəyişdi. Vaqif müəllim dünyasını dəyişib. Vay, təzə. Bəli, bəli. Mən Füzuli Dövlət Dram Teatrının kollektivi adından sizlərə təşəkkür edirəm, başda Azər müəllim olmaqla. Mən bu günləri Çingiz Rövşənoğlu üçün gəlmişəm bura. Mən onu dəstəkləyirəm. Bütün Füzuli elindən məni izləyən, mənim özümə aid olan bir platforma var. Mən musiqiçilərlə birgə işləyirəm. Məni izləyənləri xahiş edirəm ki, Çingiz Rövşənoğluya dəstək olsun. Mən də qardaşı da salamlayıram. İndi kim layiqdirsə, o da qalib olacaq. Deyəcək. Bəli, belə deyək də, bir də gördüm layiq olan adam qalır qıraqda, layiq olmayan adam qalib olur. Bu SMS-lərə bağlı bir məsələdir. Hər kişi layiqdir. Qısası pula bağlı bir məsələdir də. SMS-in var, qalibsən. Bir də görürsən sənətkar qalıb qıraqda, sənəti olmayan qalib olub. Söhbət bu, bizim bu axşamki proqramdan getmir, ha. Doğrudan Füzuli Dövlət Dram Teatrını dedin, Sadıq müəllim. Hələ ki SMS, amma SMS göndərməkdə davam eləyin. Mən uşaq vaxtı İncəsənət Universitetinə qəbul olmamışdan öncə gedirdim o teatra, yəni bilirdim ki, gələcəkdə aktyor sənətinə yerlənəcəm. Orada elə gözəl sənətkarlar, hamısı indi danışdı, yadıma düşdü, hamısı dünyalarını dəyişiblər. Teatrın direktoru Vaqif müəllim, Allah qəni rəhmət eləsin, mən bilmirdim, mütləq iştirak eləyərdim. Mələk Suma xanım var idi, Tofiqə xanım var idi, onlar da rəhmətə gediblər. Gediblər, Tofiqə xanım qalır. Hə, Ziyad? Tofiqə xanım qalır, aktrisa. O da dünyasını dəyişib. Məryəm xanım da dünyasını dəyişib. Teatrda adam qalmadı ki. İntizar xanım qalır, heç olmuyor. Mikrofona danışın, mikrofona. Doğrudan pis oldum, hamısı rəhmətə gedib. Tofiqə xanım, aktrisalardı. Vurğuladığınız üçün sizə təşəkkür edirəm. Dilarə xanım var idi, aktrisa. Ay Allah, nə gözəl xanım idi o. Füzuli Dövlət Dram Teatrında. Dilarə xanım var idi, gözəl aktrisa idi. Füzuli Dövlət Dram Teatrı olaraq Samir müəllim, bütün cəhbə boyu... Bilirəm, hamısından xəbərim var. Məlumatınız var. Yəni ki, necə lazımdırsa öz üstümüzə düşən məsuliyyəti yerinə yetiririk. Təşəkkür edirəm, Ziyad, var olasın. Samir müəllim. Haycan. Məhəmməd Əli deyir, qalib özüməm, özlərini yormasınlar. Deyir, qalib özüməm, Məhəmməd Əli deyir. Belə eləyək, gəl söz verin bunlara, SMS-lər madam götürülübdür. O aktrisalarımızı da yad elədik. Doğma Qarabağımızın gözəl aktrisa. Böyük tamaşaçı kütləsi onları tanımasalar da, amma tamaşaçılar tanıyırlar onları. İndi efirləri filana çox o zamanlar az çıxırdılar. Kimlərdən dəstək istəyirsən? Hələ SMS-lərə stop deməmişək. Orxan, nə qədər vaxtımız qalıb stopa? Efirdə Emir bəydir. Buyur, sən dəstəyi istə. Vəziyyətin gərgindir bu arada. Yaxşı olar inşallah. Mənə yol polislər də dəstəkdilər. Hər birinə öz dərin təşəkkürümü bildirirəm və Rusiyan Volqograd şəhərindən Elxan qardaşımız var. Faiq Elburus əmi, Müşfiq əmi, hər biri var olsun. Təşəkkür edirəm hər birinə. Və bizim Ağcabədi rayonundan Afşar kəndindən bizim dəyərli qardaşlar var. Onlar da dəstəkdilər. Hər biri təşəkkür edirəm. Hər birinizə də təşəkkür edirəm bütün musiqiçilərə. İnşallah indi burada SMS həll eləyir hər bir şeyi. Maşallah Zeynal qardaşım. SMS həll eləyir də həll eləməyinə. Yəni əsas yəni odur, bəli. İnşallah
yaxşı olar. Sən dəqiq bilirsən ki, deməli onlar sənə dəstəklər. Bu arada mən bizi hal-hazırda mən buradan salamlarımı göndərirəm Çətin bəyə. Bizi Türkiyədən izləyir. Deməli Çətin bəy bizi izləyir hardan? Karsdan. Bəli. Çətin bəy bizi Karsdan izləyir. Özü əslən qəribə Azərbaycandandır. O zamanlar dostumuzdur. O repressiya zamanları yerləşiblər ora, Türkiyənin Kars vilayətinə. Çətin bəy mənlə həmişə əlaqə saxlayır. Bilirəm ki, baxır nəsə yazıb mənə, bilirəm ki, izləyir hal-hazırda bizi. İnşallah iyunun axırında bir yerdə olacaq. Karsda olarsan. Bir yerdə elə hamımız olacaq. Mənsiz gedəsən, bax Çətin bəy eşidir. Çətin bəy salamlayıram, buradan ailəsini salamlayıram. Bu arada sizin izləyicilər, sizə görə yığmışdı məni. Dostumuzdur. Çətin bəy, mən bilmirəm, neyiniysən elə pasportumu göndərəm, biletimi al. Mütləq bir yerdə gedəcək Allah qoysa. Və mən doğulub boya başa çatdığım Kərimbəyli kəndindən mənə güclü dəstək var. Füzuli rayonunun Kərimbəyli kəndi. Bəli, var olsunlar bütün Füzulilər, Kərimbəylilər olmaqla və burada bizim Pərviz qardaşımız, Məhərrəm, bizim dəyərli səs rejissorumuz Arzuman, Məhəmməd qardaşımız, Məhərrəm, Elvin, Bağman Kərimbəyli səs göndərirsən. Əlbəttə ki, buradan mən salamlayıram Bağman əmində, bizim dəyərlimizdir. Bağman mənim dostumdur. Təkcə Bağman əm yox, Həmzə müəllim, bizim rayondan, Afiq, Seymur, Sonra bir Səman, qiraətçi var, Rıza, yox, Fariz. Buradan hər birində bir salamlayıram. qiraətçi var, mənim də proqramımda oldu. Razi. Razi Çox bəyənirəm onun şeiriyyatını. Razini də salamlayıram buradan. Və Seymur qardaşımız və hər birinin... Tamam, bircə saniyə. Orxan, stopdan sonra nə qədər vaxtımız qalır? 2 dəqiqə vaxtımız qalır. Belə deyirik onda. SMS-lərə stop deyirik. 10 9 8 7 6 5 4 3 2 gəlin bura. Birimizin əlini buraxacağım. 1 stop. Sizcə hansı əl buraxılacaq? Bax, intuisiya nə deyir Zahid müəllim? Kimin əlini buraxacağım? Zeynalın yoxsa Çingizin? Çingiz gülür də, göyündə özün arxayındır Çingiz. Özün arxayındır. Deyirsən Zeynalın əlini buraxacağım. Buraxma yəni, ama. Sən belə deyilsən də, indi bilmək olmaz. Belə hiss eləyirsən. Akif müəllim istəyiz? Sözün açığı mən bunların ikisini də elə qalib hesab eləyirəm. Deyirsən ikisini əlini buraxacağım. İkisi də gözəl ifa elədilər. Yox, amma intuisiyamız nə deyir? İntuisiyam, mən nə deyim? Kimin əlini buraxacağım? Bunu deyə bilməyəcəm. Kimin? Bunu mən deyə bilmərəm. Yox, təxmini də təxmin eləyin. Kimin? Təxmini. Mən elə düşünürəm ki, yəqin Zeynal qalib gələcək. Çingizin əlini buraxacağım. Bəlkə Belə də, düşünürsən. Bəlkə də. Aha. Və Sadıq müəllim, sənətkar nə deyir? Kimin əlini buraxacağım burada? İkisi də qalibdir. Bilirəm, amma bugün kimlə vidalaşacağıq? Bu balaca var ha. Bunun gələcəyi SSR təzədən düzəlsə SSR xalq qarşısı olacaq. Sadıq müəllim, orasını bildim. Kimin əlini buraxacağım? Nə deyirsən sən? Başına dönüm. Dedi də o dediyin dedi. Üzr istəyirəm, bunların ikisi də qalibdir. Mən dedim də ikisi də qalibdir. Bilirəm, amma kim gedəcək bugün? Zeynal gedəcək, belə düşünürsən. Sagi, sən nə düşünürsən, əzizim? Sagi özündə deyil, elə bil ki, yuxulusan. Sənlə danışırım, ora-bura bax. Mən buradayım, Sagi. Sagi, mən buradayım. Hər ikisinə uğrar hazır. Rövşən də bizim dostumuzdur, Zeynal da bizim qardaşımızın balasıdır. Mən onu deyə bilmərəm. Kimin SMS-i varsa, kimin pulu varsa da gedər. Səncə, sən dedin o hiss məndə yoxdur ki, onu mən deyə biləm. O hissiyatın yoxdur sənin. Sən hissiyatsız bir musiqiçi oldun. Hiss eləyə bilmir o. Kim gedəcək, kim qalacaq. Kim deyir? Məhəmməd Əli deyir, bilirəm. Kim gedir Məhəmməd Əli? İntuisiyam deyir ki, intuisiya. Zeynal qalacaq. Nə olacaq? Zeynal qalacaq,
Yəni inciməsin ha Çingiz məndən. Hə, Zeynal qalacaq, sənin Mənə intuisiyan görə də deyil. yəni. Çingizi göndərib Füzuliyə, Kərimbəyliyə. Tamam, SMS-lərə baxa bilirik. Çox az vaxtımız qalıb. Emil, buraxmalıyam bir əli. Diqqət. Deməli, Çingiz Rövşənoğlu 2300 oldu.